Salam, bugün sizlərə Dövlət İmtahan Mərkəzinin Landa School-la bərabər çıxardığı nəzəriyyədə situasiya nömrə 24-də baxacağıq. Deyir, şagird sınaq şüşəsinə dəmir qırıntılarını, xlorid turşusunu tam həll edir. Bu bizim birinci reaksiyamız. Deməli, dəmir hidrogen xlorid turşusu ilə reaksiya daxil olanda 2 valentli duz alınır, plus hidrogen əmsallaşdırdıqda bura 2. Bu oldu birinci reaksiyamız. Deyir, alınan məhlulun üzərinə müəyyən miqdar natrium hidroksid əlavə edərək yaşılımtıl rəngli çöküntü əldə edir. Yəni, bu da olacaq ikinci reaksiya. Buradan nə alınacaqdır? Dəmir 2 xlorid duzunun üstünə natrium hidroksid əlavə etdikdə yaşılımtıl rəngli çöküntü dediyi maddə ferium 2 hidroksid olur. Buradan natrium xlorid ayrılır. Burada əmsallaşdırma parmağımıza ehtiyac varmı? Bir dənə natrium hidroksidin, bir də natrium xloridin qabağına 1-2 yazırıq. Üçüncü reaksiyadır. Zaman keçdikcə yaşılımtıl rəngli çöküntü havadan tədricən qonurlaşdığını müəyyən edir. Havada tədricən qonurlaşır. Bu da üçüncü reaksiyadır. Hansı ki, burada dəmir 2 hidroksid havada olan nəmi plus oksigeni özünə çəkərək qonurlaşan yaşıl rəngli olan ferium 3 hidroksidi əmələ gətirir. Bunu əmsallaşdırdıqda isə bura 1, 4 yazırıq, bura 1, 4 yazırıq, suyun da qabağına 1, 2 düşür və bu şəkildə əmsallaşmış olur. İndi oxuyaq, görək bizdən nə istəyir. Reaksiyalarımız bunlardır. Bizə deyir, 36 qram yaşılımtıl rəngli çöküntü əmələ gəlməsinə sərf olunan 40% natrium hidroksid məhlulunun kütləsini müəyyən edin. Bizim yaşılımtıl rəngli çöküntümüz burada dəmir 2 hidroksiddir. Dəmirin kütləsi 56. Üstə gəlinsin, OH-ın kütləsi 14, 2-yə vuranda 34. Toplayanda yaşılımtıl rəngli çöküntümün kütləsi nə qədər eləyər? 60-90 qram. Yəni, dəmir 2 hidroksidin emeri 90 qramdır. Mən buradan tənasübdən görürəm ki, 2 vurulsun 40 qram natrium hidroksid reaksiya daxil olanda 90 qram ferium OH2 alınırsa çöküntü. Nə qədər daxil olsa 36 qram alınar. Buradan x-i tapdıqda x-a çıxmalıdır. Alınan, sərf olunan 40% natrium hidroksid məhlulun kütləsini tapın. Mən bilmirəm. Məsələn, tutaq ki, deyirəm A qram 40% natrium hidroksid məhlulu var da. Mənim əlimdə nə qədər natrium hidroksid olar? 0.4 A qədər natrium hidroksid olar. Gətirib burada x-in yerinə 0.4 A qoysam, A-nı hesablasam, promoy çıxar 80. Deməli, 80 qram 40% natrium hidroksid məhlulu lazımdır. Bunu tapmağımı istəyir və bir də qonur rəngli birləşmənin formulunu göstərməyimi istəyir. Qonur rəngli birləşmə artıq ferium OH3 olacaqdır. Formul budur. Qiymət də 80-dir. Hansı ki, OH2-nin kütləsini istəyir. Bu hissədə çaşmayaq. İkincidə bizə deyir ki, birinci reaksiyanın özü nədir o? Birinci reaksiya gördüyünüz üzrə buradakı reaksiyadır. Sonra üçüncü reaksiya bu və onların tiplərini tapmağımızı istəyir. Birinci reaksiya bir mürəkkəb, bir bəsit maddə arasında getdiyinə görə əvəz etmədi. İkinci reaksiya ümumilikdə birləşib bir dənə bütöv maddə əmələ gətirdiyinə görə birləşmə reaksiyasıdır. Növbəti keçək üçüncü məsələmizə. Bizə deyir, yaşılımtıl rəngli çöküntünün qonurlaşma reaksiyasını əks etdirən qrafika əsasən XY-i müəyyən edin. Deməli, mən buradan görürəm ki, 36 qramdan 32,1 qram qonurlaşan rəngli çöküntü əmələ gəlir. Bu reaksiyanın digərlərini silim. Mənə lazım olan əsl reaksiya budur. Deməli, bunun üstündə işləyəcəyik. 36 olanda, 36 olduqda alınan çöküntünün miqdarı, yəni bilmirəm nə qədərdir. Hamısı tamamilə sərf olur. Bir onu bilirəm.
Deməli, bu maddənin kütləsi 18 olanda bilmirəm nə qədərdir. Y-dir. Gəlin tənasübdə yerinə qoyaq. Mənim fermo H2-min kütləsi 4 vur 90 idi. Alınıbdır 4 vur. Fermo H3-ün də emeri 107-dir. Bu qədər alınır. 18 olanda nə qədər alınar? Y. 18 olanda Y. Buradan hesaplasaq biz Y-ə buradan alacağıq 21,4. İkinciyi hesaplasam bunun kütləsi 32,1 olanda Y-dir. Onda tənasibi başqa cür qurum. 4 vur 90-dan 4 vur 107 alınırsa X qədərindən 32,1 qram alınır. Buradan da X-in qiymətinə çıxar 9. Bu da bizim 24 nömrəli situasiyamızın həlli.